oynayacaq. Prosta. Yəni bu videoda elə belə oynayacaq. Gizemlər zat göstərdim sizə. Çoxlu bu gizemlər yəqin ki bilirdir. İndi mən oyunu çox irəliləyiş göstərmişəm. Buradan görə bilərsiniz 97%. Hə. İndi buradan kostümündən bir tanesini seçək bir dənə. Hələlik. Bir dənə bunu düzəldim uşaqlar. Hə. Buradan kostüm zat seçək. Qəşəng kostüm videoda o kostümü oynayaq. Bu masamın olsun. Baxabilirsiniz görün nə qədər şeylərim var. Sizə birinci gizemi göstərmək istəyirəm. İlk gizemimi göstərmək istəyirəm. İlk gizemi çoxunuz, belki de oyuncuların %50-70% və hətta 80% bunu bilirdi. Bilir demək istedim. Baxın, bura çıxın. Alınmadan yazayım. Sonra belə edirsiniz. Göstəreyim sizə. Backrooms'a aparıram sizi. Bu, baxın, belə, bu, belə edirsiniz. Və Backrooms. Gedirik, bağışlayın, səhv elədim. Bir dəfə də eləyim sizin. Mən ora çıxıb gəldim. Evet, bir yere çıxıb, gözləyin. Burada belə taktik bir yer var, belə. Bura çıxırıq. Bura çıxdıq. Bu, belə eləyirik. Və buraya düşəndən sonra Backrooms'a gəlirik. Burada bir dənə qara canavar var. Gözləri qırmızıdır. Belə onun şəklində çəkmək olur. Tabii ki onun üçün taktik lazımdır. O taktika eləsən video çox uzun var. Birinci onu gizli tapmaq lazımdır. Nəysə siz bunu YouTube'dan araşdıra bilərsiniz onun şəklini. Heç tərpətdirmədən onu çəkdirmək taktiki. Mən bilirəm. İstəsəniz çoxlu like gəlsə, 200 like'dan çox gəlsə like, mən siz üçün o taktik edəcəm. Baxın, bayaqları burada bir dənə gördük. Baxın, düz bax burada. Mən belə vururam ağrıya. Hə. Buradan çıxmaq üçün baxın, bu duraklatmaq, ayarlar deyirsiniz, nə deyirsiniz? Buradan icona geri dönə də basa bilərsiniz. Burada bir dənə ping pong yazılı yer də var. Orada gedə bilərsiniz. Ping pong yazılıb, orada bir dənə kənarda yer var. Düşmək üçündür. Oradan düşmə yeri var. Orada IQ yapar. Sizə göstərəcəm. Bir dənə də gizem var burada. Onu da göstərəcəm. O da futbol sahəsidir. Bax bir dənə də gördük. Futbol yeridir. Futbol stasionudur. Bura tək nəfər deyil. İndidən deyim, əgər gizem pas oynuyorsunuz dostunuzdan, bura girməyə çalışmayın. Çünki dostunuz da gələcək sizdən bir yerdə. Belə kaplumbağa köyünə zaten girəndə o dostunuza soruşur. Ondan olmayacaq. Bir dəfəlik girəcəksiniz bura. İndidən deyim, məlumatınız olsun. Burada top işarəsini tapmaq lazımdır. Top işarəsini tapıb sizə göstərəcəm. İndi top işarəsini tapıb sizə göstərim. Gözləyin də. Dostlar, bir şey daha göstərmək istəyirəm. Siz buraya gəldiniz. Baxın, Capitalus. Nədir, belə söz var burada. Burada bir dənə Hivatin var. Baxın, buraya gəlsəniz, burada bir dənə sandıq var. Bunun içindən də baxın, belə bir şey, belə emoji çıxır. Sizə göstərim. Emoji baxın, belədir. Və bunu oyun özü qoyub da, yəni. Mən top işarəsini də tapıb sizə gəlib göstərim. Bəli uşaqlar, baxın, top işarəsi buradadır. İndi sizə gizemi göstərəcəm. Ondan əvvəl sizə harda olduğunu başa salın. Baxın, belə bir şəkil var burada. Bu şəklin yanından belə gəlirsiniz və burada top işarəsi olacaq. Daha aydın şəkildə burada kənardan gedək. Sizə göstərim. Baxın, burada belə düz koridordur. Baxın, belə yer var burada. Baxın, burada belə bir dənə şəkil var. O şəkildən bura gəlirsiniz, bu koridordan girirsiniz, buradan gəlirsiniz və burada top işarəsi var. Bəs bu nə üçündür? Futbol oynamaq üçün stasyon yapılır. Topu çağırırsınız və top ona dəyən vaxt top həm itir, həm də sizə top yeri gəlir. Bu tərəfdən keçmə olmur, denəmişəm. Burada bu qədər gizem var. Dostunuzdan buradan top oynaya bilərsiniz. Ayı yerine dönmək üçün də yer var. Ping pong Backrooms sözü var. Onu da tapıb göstəreyim sizə. Hə uşaqlar, sizə burada necə bu ayarlardan çıxmaq istəmirsinizsə, sizə necə göstərim, ora gedə bilərsiniz. Belə bir dənə ayı şəkli var. Bayaqlarda göstərdim bir dənə yer. Hə, baxın, buradan gəlirsiniz. Ayı şəklindən buradan gəlirsiniz belə. Sonra buradan keçirsiniz, və
Belə bir yazı gəlir. Bing Bong Backrooms və burada düşüş yeri var. Buradan da düşürsüz, A2-nə gəlsiniz. Hə dostlar, indi gəldik Backrooms'dan. Baxın, burada bir də indi çox gizəm. Baxın bu tərəfdə var. Baxın burada Kar Vadisində. Oradan gəlirik başlanğıcına. Yəqin ki bilirsiniz, bunu sizə tərif eləməyim. Bir dənə də gizəm baxın, budur kupalar, belə altın kupalar belə deyilə bilir. Bu gizəm deyildi məncə. Nəysə, sonra baxın, burada şəlalə var. Şəlalənin burasına gəlsəniz, belə eləsəniz, burada bir yol olur. Bunu da çox insan bilir. Baxın, burada Şika var. Şika arxamızdakı şeydir bu arada. Bizə kömək edən, bizi tanıyan biridir də Şika. Hə, ikinci gizəmimiz burada. Üçüncü daha doğrusu. Buradakı ikinci, cəmilikdə üçüncü gizəm budur. Baxın, buna gizəm demək məncə. Mən bunu özüm tapmışam şəxsən. Baxın, burada bir dənə buz küp olur. Bunun içindən də belə bir şey çıxır. Bəyə basıb bunu əlimizə tutmaq olur. Üçüncü gizəmə keçək. Baxın, üçüncü gizəmdə burada bir dənə yol var. Yəqin ki çoxunuz bilir. Biz burada arı kovanında bir nəfərlə savaşırdıq. Bənövşə rəngdə idi. O burada qalır. İndi YouTube'da bunun üçün videolar var. Gidib baxa bilərsiniz. Anlatmayacağım sizə. Sadəcə belə bəyə basıb sizə oxuya bilərsiniz. Baxın. Oxuduz. Bunu dayandırıb video oxuyarsınız. Bunu da oxuduz. Bu da buradakı gizəmlər idi. Uşaqlar, bir dənə gizəmimiz baxın buradadır. Sizə göstərdim. Gizlənmə yeri kimi də olar. Dostunuzla gizlən paç oynayanda baxın burada gizlənə bilərsiniz. Göstərirəm. Backrooms'a gedən yerə gəlirsiniz birinci ilk olaraq. Backrooms'a getmə hərəkətini eləyəcəksiniz. Belə eləyirsiniz. Belə eləyirsiniz. Sonra təzədən A düyməsinə basırsınız və belə bu yerə gəlsiniz. Dostunuz artıq temperatur işarəsinə də bassa sizi tapa bilməyəcək. Baxın, görün nə Allah bir şeydir. Və bir dənə də şey göstərəcəm sizə. Baxın, buradan çıxsanız, belə ora getsəydiniz, divara yapışanda qalır. Onda deyim. Devam edək. Sizə sonra neçənci gizəm olduğu yadımdan çıxdı. İndi sonraki gizəmimiz budur. Baxın, buradan gəlirsiniz. Bu futbol stadyonunda. Baxın, belə bir yer var. Yəqin çoxunuz burayı bilirsiniz də. Burada ayarlama zat var, hakim yerdə. Onu başa salmayacağım. Baxın, gəlib düz buna. 5 dənə şey var, 5 dənə dolab, nə deyirlər Türklər. Baxın, bu 5-inçisinə girirsiniz. Ancaq 5-incidədir. Və burada belə sarı, belə altın top gəlir. Biz burada qırmızı düyməyə basanda sadəcə futbol stadionunda top oynaya bilirik. Altın topla təbii ki də. Belə topla yox. Video biraz kasır, videoya görədir. Video çəkirəm, buna görədir. Baxın, altın topda gəldi, baxın. Ronaldo. Bu gizəmimiz də belə idi. Keçək o bir gizəmə. Bu gizəmimiz isə arı kovanın tərəfindədir. Baxın, bura gəldikdən sonra belə edirsiniz. Bax, şimdi düşürdüm. Sonra bura gəlirsiniz belə. Oraya getməliyik birinci. Sonra gəlirsiniz bura. Sonra bura gəlirsiniz belə. Və bura gəlirsiniz. Belə basdıqda belə bir parkur çıxır. Və bu parkuru tamamladıqda, təbii ki hilə ilə buraya atlana bilmirik indi. Bu parkuru tamamladıqda sizin, baxın, düz baxın bu hissəyə şey gəlir. Şeydən altın ayı qoyaram ora şəklini indi. Baxın, bu kənara qoyaram, bir dənə kənara. Hə, elə bir şey gəlir. Qoya bilməsəm də YouTube'dan taparsınız da. Hə, nəysə, sonra sizə bir dənə də şey göstərəcəm. Bunu məncə çoxunuz bilmir. Baxın, belə eləyəndə tabelaya. Baxın, tabelanın üstünə belə eləyəndə qırılır tabela. Tabela həmçinin tiklər də elədir. İndi düzdür, bunu çağırdıq deyə, belə parkur yaratdıq deyə səs gələcək, mahnı gələcək. Xoşunuz gəlmişsə, bax, ayarlardan səviyyəyi yenidən başlatına bassanız düzələcək. Çitlər də dediyim kimi şey olur, qırıla bilir. Gəlin, siz parkur edirsiniz, istədiyiniz cür ora çıxırsınız videoyla. Mən belə çıxdım.
Sonra gəlirsiniz, belə edirsiniz və qırılır. Bir daha gizemimiz odur ki, bakın burada bir tane vurma ayı yeri var. O ayıyı xeyllə vurun. Ve təxmini 20-30 dəfə vurun, o qırılacaq. Sizə yeni göstərim. Qırdım. Dostum da gizden pas edirsiniz, bunu qırıb buna dönmüşsünüz. Gəl bura keçə bilərsiniz. Qırdınız və bura gəldi belə. İnşallah. Bakın buradan emojiler yerinden bu işareye basırsınız tapana kadar. Tabii ki de bunu o kadar edirsiniz ki bakın o yere düşmüş aynen epeyini olasınız. Eyni olasınız daha doğrusu. Gelmir. Gelecek şimdi size göstereceğim. Bakın. Gələndə mən video atacağım. Hə uşaqlar bakın. Burada dönüşdüm aşağıya bakın gəldim. Heç payet olunmurdu. İndi bunu necə çəkməyə çalışmalısınız. Onu çəkdikdən sonra heç payet olunmurdu. Həmçinin eyni şeyi tabelalar yəni nə deyirsiniz bunlar? Hə onların üstündə də eləmək olar. İndi mən elə eləməyəcəyəm. Yəni siz özünüz eləyə bilərsiniz. Bəli dostlar, sonraki gizemimiz bakın. Bu eve gelmelisiniz. Bu ev bakın görün istediğim hardadır. Belə bir yerdir. Bakın burada Bemotifçinin düz burasındadır. Buraya gələndə çoxunuzun bildiği kimi kameralar var oyunda. Kamera modu. Ve buradan 3 Pascal yumurtasını görebilirsiniz. O tavşan var ha. Böyle bu pembe renkli tavşan var ha. Onda böyle Pascal toplama yeri var ha. Yani onlardır. Orada 3 tane toplasam udursa. Bu ne için koyulup bilmirəm. Ne amacda koyulup bilmirəm. Ancak burada böyle bir şey var. İnden onu diyeyim. Sonra bakın burada gələ bilərsiniz. Burada bir tane gizem var. Burada mən çoxu deyir ki, mən bunu əmin deyiləm. Baxın, burada gözətlənmə yeri var. Bəziləri deyir ki, bura fare dəlidir. Fare dəli, yəni sıçan dəlikidir. Ancaq heç kəs elə düşünmür. Çünki burada sıçan nə eləyər burada. Bir dənə də gizəm sizə burada göstərəcəm. Baxın. Gəlin buradan, gəlirsiniz bura. Düşürsünüz plakanla. Bura diqqətlə baxın bu tərəflərə. İndi oradan hayalet keçəcək. İnanmırsınız, indi görəcəksiniz. Baxın, gələcək indi. Gəlsin, video açacağım o vaxtı. Bu həqiqətəndir. Bəli dostlar, onu araşdırdım ki, bir dənə yerdə... Aha, baxın, buradadır. Baxın, onu araşdırdım deyirdim, hə. Baxın, gözləyəndə gəlir, baxın, buradadır. Gedir bakın. Biraz gözlüsünüz. Bəzən elə olur. Girən kimi otağa da ora gəlir. Mən onu sizə deyəcəydim. Biraz gec də gələ bilər amma mütləq gəlir o. Yəni indidən də onda deyil. Bəli dostlar, sonraki gizemimiz bakın. Burada Akerde yeri var bura bakın dostlar. Burada belə bir yer var. Akerde yazılıb burada. Buradan girirsiniz içəri. Buraya geldikten sonra bakın bu ayının yanına gelirsiniz. Bak B düğməsi çıxmalı yanında. Sonra gözlərinizi bağlayırsınız. Bağladıktan sonra B'ye basırsınız ve belə atlanır, siz yoxa çıxırsınız. X'e bastıqda isə siz ta burada olursunuz. Bunu təkrar eləyirik. Bakın. Gözlərinizi bağlayırsınız. B'ye basırsınız. Çoxlu dayanırsınız. Biraz gözləyirsiniz. Biraz da. Biraz da gözledikten sonra açırsınız, göründüz hara gelirsiniz. İndi YouTube'da araştırdığıma göre 100% əmin deyiləm. Çünki bəziləri deyir yalandır, bəziləri isə yalan deyil. Mən sizə əminliklə demirəm bunu. Baxın. Bu parkuru eləmək üçün bir dənə taktikadır. Mən denəməmişəm, indidən deyim sizinlə birlikdə denəyirəm. Baxın, bu ayının yanına gəlirsiniz. Gözlərinizi bağlayırsınız. B'yə basırsınız. Bunu da sizlerle birlikte denedik. Yalanmış da, onu da bilin. Böyle şeylere inanmayın. Ama bazı videolarda bu smutlanır. O videolarda hiç yalan video olmuyor. Yani ben eləyənmədim deyirsiniz yorumlara da. Neyse uşaqlar, video bu qədərlik idi. Eğer videoyu çok xoşladısa, yeni bölümün gəlməsini istəyirsinizsə, video like atıp abone olmayı unutmayın. Eğer 500 like ve yukarı gəlsə, mən sizin bu videodan devamlı çəkəcəm. Çoxlu güzel videolar çəkə bilərəm istəyinizə görə. Yaxşı uşaqlar, sağ olun. Görüşənə dək.